Diqqət, diqqət! Danışır Xalq Jurnalistikası. Salam, axşamınız xeyir. Space nefrində son xəbər studiyada Elvin Basqallıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müqəddəs taxtacın dinlərarası dialoq üzrə dikasteriyasının prefekti George Jacob Kuvakadı qəbul edib. Söhbət zamanı ölkəmizlə müqəddəs taxtac arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Müxtəlif səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrimizin inkişafında roluna toxunulub. Bu baxımdan George Jacob Kuvakadın ölkəmizin regionlarına da səfər edəcəyinin əhəmiyyəti qeyd olunub. Söhbət zamanı Azərbaycanda tarixən bütün xalqların və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşaması məmnunluqla qeyd olunub. Ölkəmizin tolerantlıq və multikulturalizm məkanı kimi dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına qlobal səviyyədə verdiyi mühüm töhfələr vurğulanıb. Dövlətimizin başçısı Roma Papası 14-cü Leonun ölkəmizə səfərə dəvəti ilə bağlı məktubunu George Jacob Kuvakada təqdim edib. Leyla Əliyeva Almaniyanın Bonn şəhərində BMT-nin baş katibinin müavini və səhralaşma ilə mübarizə üzrə konvensiyasının icraçı katibi Yasmin Fuad ilə görüşüb. Görüşdə Azərbaycanda ekologiyanın qorunması, torpaq ehtiyatlarından səmərəli istifadə, eləcə də səhralaşma və quraqlıqla mübarizə üzrə həyata keçirilən tədbirlər barədə məlumat verilib. Azerlight markalı Azərbaycan neftinin bir barelinin qiyməti $3.95 və ya 4,36% enərək $86.55 təşkil edib. Buna baxmayaraq Azərbaycan neftinin qiyməti dövlət büdcəsində nəzərdə tutulan göstəriciden yüksək olaraq qalır. Belə ki, 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti $65 səviyyəsində götürülüb. Qeyd edək ki, Azerlight markalı neftin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də $15.81, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında $149.66 olub. Ermənistan və Azərbaycan arasında münaqişə artıq başa çatıb. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin köhnə tərkibinin sonuncu iclasında deyib. 2026-cı il seçkilərinin nəticələrinə görə Ermənistan xalqı sülhün müdafiəsinə qalxdı deyə o qeyd edib. Paşinyanın sözlərinə görə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması iqtisadiyyata yeni təkan verib. 051 583 2408 bu bizim qaynar xəttimizdir, WhatsApp nömrəmizdir. İşıqlandırılmasını istədiyiniz mövzularla bağlı yaza və ya çəkiliş edib bizə göndərə bilərsiniz. Xəbərin sonu yoxdur, son ünvanı var. Space TV-də son xəbər. Masallının bir neçə məktəbində son zəng tədbiri keçirilməyib. Bu barədə sosial şəbəkələrdə paylaşım edilib. Paylaşımda qeyd olunub ki, Masallının 2, 3 və 6 nömrəli məktəblərində son zəng baş tutmayıb. Bundan əlavə digər bir neçə məktəbdə də eyni hal yaşanıb. Sağlığı 3 nömrəli tam orta məktəbində də hal-hazırda gördüyünüz kimi qıfıllıdır. Yəni, heç bir yerdə demək olar ki, son zəng yoxdur. Göyçayda əsən güclü külək ciddi fəsadlar törədib. Qaynar xəttimizə Göyçaydan tamaşaçımız Davud Tarverdiyev görüntü göndərib. Axşam saatlarından başlayan intensiv külək Göyçay Ucar yolunun Yeni Arx kəndindən keçən hissəsində iri gövdəli ağacları yol aşırıb. Hadisə nəticəsində piyadaların və avtomobillərin gediş-gəlişində bir sıra çətinliklər yaşanıb. Yolda hərəkət tamamilə məhdudlaşdırılıb. Fövqəladə Hallar Nazirliyinin Baş Əməliyyat İdarəsinin və Beynəlxalq Axtarış Xilasetmə Dəstəsinin təşkilatçılığı ilə 9-12 iyun 2026-cı il tarixlərində Salyan şəhərində taktiki xüsusi təlim keçirilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real təhlükə yaradan sürücü saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, Xəzər markalı avtomobilin sürücüsü Eltun Həşimov nəqliyyat vasitəsinin narkotik vasitənin təsiri altında idarə edib. Məhkəmənin qərarı ilə onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb, özü isə 25 sutka inzibati həbs cəzası alıb. Bakı şəhəri Nizami rayonunda avtomobil təmiri sexində yanğın olub. Bakıda mağazaların birində əyləşmiş kişinin başına kişi düşüb. Tavanın çökməsi nəticəsində yuxarı mərtəbədən aşağı düşən şəxs də, oturduğu yerdə başına adam düşən digər şəxs də möcüzə nəticəsində hadisədən xəsarətsiz qurtulublar. Qaynar xəttimiz, WhatsApp nömrəmiz 24 saat aktivdir. 051 583 24 08. Bu bizim qaynar xəttimizdir, WhatsApp nömrəmizdir. İşıqlandırılmasını istədiyiniz mövzularla bağlı bizə yaza və ya çəkiliş göndərə bilərsiniz. Biz sizi narahat edən və maraqlandıran məsələlərlə bağlı çəkilişləri son xəbərdə yayımlayırıq. Xəbərin sonu yoxdur, son ünvanı var, son xəbər. Quba rayonunda Yuxarı Tüləkəran Möhüc Yenikənd avtomobil yolunun əski İqırıq kəndi ərazisindən keçən hissəsində asfalt örtüyü tamamilə çöküb. Hazırda hərəkət mümkünsüzdür. Bugünlük xəbər ziyafətimiz bu qədər. Yenidən görüşərik, vədimizə sadiq olaq.